Kanal 21 xəbər verir ki, Polis Akademiyasının kursantları 8 noyabr Zəfər günü münasibəti ilə Zəfər Təntənəsi adlı kompozisiya təqdim ediblər. Kompozisiyada Vətən müharibəsində qazanılmış möhtəşəm qələbə, qəhrəman şəhidlərimizin əziz xatirəsi və Azərbaycan xalqının tarixi salnaməsi yüksək vətənpərvərlik ruhunda əks olunub. Kursantlar ifalarında vətən marşını səsləndirərək həm Zəfər gününün qürurunu, həm də dövlətə və xalqa sədaqət adlarını nümayiş etdiriblər. Həmin görüntüləri sizə təqdim edirik. Basta ağlama, şəhidlik atamdan yadigar mənə, göz yaşı